Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 6, yəni təlimin planlaşdırılması və təşkili metodikasından danışacağam. Mövzumuz maraqlı və yadda qalan mövzudur. Belə ki, məktəbəqədər təhsil müəssisəsində təlimin səmərəli təşkili işin düzgün planlaşdırılmasından başlayır. Və planlaşdırmanın iki növü var. İllik, yəni perspektiv planlaşdırma, həftəlik, yəni cari planlaşdırma. İllik planlaşdırmanın bir neçə tərifi var. Yəni bu tərifləri əzbər yadda saxlasanız daha yaxşı olar, çünki testlərdə o formada düşür. İllik planlaşdırma standartların reallaşdırılması məqsədi ilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üzrə işin planlaşdırılması üzrə aparılır. Bəs həftəlik planlaşdırma nədir? Həftəlik planlaşdırma isə az standartların həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı məşğələlər və məşğələdənkənar fəaliyyət sahələri, yəni oyun, gəzinti, əyləncə, sağlamlaşdırıcı tədbirlər üzrə aparılır. Yəni bildiyiniz illik planlaşdırmada yaş qrupları üzrə aparılır. Həftəlik planlaşdırmada isə az standartların, yəni nəzərə alınmaqla məşğələ və məşğələdən kənar fəaliyyət, yəni planlaşdırılır. İllik planlaşdırma ilin əvvəlində planlaşdırılır. Həftəlik planlaşdırmanı yazan zaman isə, yəni bir həftəlik planlaşdırma yazılır, daha sonra isə metodist onu yoxlayır, təsdiqin edir, daha sonra isə tərbiyəçiyə, yəni icazə verir ki, yəni o belə deyək də məşğələni keçsin. Yəni metodistin hər hansı bir təsdiqi olmadan o məşğələni keçə bilməz. Əgər qrupda, yəni metodist yoxdursa, təbii ki, müdirin təsdiqi lazımdır, yəni vacibdir. Daha sonra gəlirik növbəti, yəni illik planlaşdıranın növbəti tərifinə. Perspektiv planlaşdırma həm müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf səviyyəsini nəzərə almaqla müəyyən zamanda təlim və tərbiyə vəzifələrinin konkretləşdirilməlidir. Belə ki, məşğələlərdə mövzuların ardıcıllığını planlaşdırarkən bunları nəzərə almaq lazımdır. Tutaq ki, yəni mövzu yazılır, yəni mövzuların ardıcıl olmalıdır da, əlbəttə ki, aydın məsələdir ki, yəni necə yazmaq lazımdır? Biz məsələn illik plan tutan zamanı müəyyən ardıcıllıqlara diqqət etməliyik. Məntiqi cəhətdən ardıcıl olmalıdır. Məsələn, biz götürüb Novruz bayramını götürüb ilin əvvəlinə sala bilmərik. Bir məntiqi cəhətdən uyğun olmalıdır ki, gəlib normal bir tarixə düşsün, yəni uyğun bir tarixə düşsün və ya yəni o məntiqi, yəni ardıcıllığa nəzarət etməliyik. Daha sonra sadədən mürəkkəbə, yəni biz bilməliyik ki, mövzular yəni sadədən mürəkkəbə doğru düzülməlidir. Birinci mürəkkəbdən başlamalı deyilik. Yəni illik planlaşdırmanı yazan zamanı bunları nəzərə almalıyıq. Düzdür, bəzən karandaşla yazılır, yəni il boyu müəyyən üstündə dəyişikliklər aparıla bilər. Amma ki, yəni ən azı 80-90%, yəni düzgün şəkildə yazılmalıdır. Bir 10% bayramlarla əlaqədar müəyyən dəyişikliklər edilə bilər. Daha sonra xronoloji ardıcıllığı olmalıdır. Yəni rəqəmlər ardıcıllığı düz qurulmalıdır. Yəni biz götürüb məsələn 25-dən sonra 24-ün yaza bilmərik. Yəni xronoloji hər şey yəni yerli yerində olmalıdır. Demək, məşğələlərdə mövzuların ardıcıllığı planlaşdırılarkən bunlar nəzərə alınmalıdır. İnkişaf sahəsi daxilində inteqrasiya, inkişaf sahələri arasında inteqrasiya, ardıcıllığın qurulması, məntiqi ardıcıllıq, psixoloji ardıcıllıq, yəni sadədən mürəkkəbə doğru, yaxından uzağa prinsipi. Daha sonra isə xronoloji ardıcıllıq. Yəni biz mövzuları yazan zamanı bunları mütləq nəzərə almalıyıq. Daha sonra isə gəlirik perspektiv planlaşdırmanın mərhələlərinə. Perspektiv planlaşdırmanın 6 mərhələsi var, həftəlik planlaşdırmanın isə 7 mərhələsi var. Demək, perspektiv planlaşdırma standartlar, məşğələ, mövzular, inteqrasiya, resurslar, tarix 6 mərhələdən keçir. Həftəlik planlaşdırma isə 7 mərhələdən keçir. Standart, mövzu, məqsəd, inteqrasiya, iş forması, iş üsulu, resurslar. Baxın, həftəlikdə 7 mərhələ oldu, illikdə isə 6 mərhələ oldu. Hər ikisində 4 dənə ortaq mərhələ var. Biri standartdır. Baxın, hər ikisində var, yəni. Bunda da bir dəqiqə qalın karandaş götürək. Baxın,
Baxın, hər ikisində var. İllikdə də var standartlar, burada da var. Sonra mövzu illikdə də var, həftəlikdə də var. İnteqrasiya illikdə də var, həftəlikdə də var. Resurs illikdə də var, həftəlikdə də var. Demək 4 dənə oxşar mərhələsi var. Standart, mövzu, inteqrasiya, resurs. Hər ikisində var yəni. Gəlin indi olmayanlara baxaq, görək hansılar yoxdur. Baxın, illikdə məsələn məşğələ var, amma həftəlikdə yoxdur. İllikdə tarix var, məsələn, həftəlikdə yoxdur. Eyni ilə də həftəlikdə iş forması, iş solu, məsələn, var, amma digərində yoxdur. Yəni illikdə yoxdur. İş solu, iş forması, yəni bunlar illikdə yoxdur. Amma həftəlikdə var. Yəni bunlarda diqqətli olmaq lazımdır. Yəni imtahanda düşür. Daha sonra bir dəqiqə. Buradan çıxaq. Daha sonra gəlirik məşğələnin mərhələlərinə. Bəs məşğələnin neçə mərhələsi var? Məşğələnin 3 mərhələsi var. Aktuallaşdırma və motivasiya, dərk etmə və tətbiq etmə. Aktuallaşma nədir? Məşğələ aktuallaşdırma, yəni mövcud biliyin aşkara çıxarılıb səsləndirməsi ilə başlayır. Əgər motivasiya yaratmaq çətin və ya mümkün olmadıqda isə aktuallaşmadan istifadə olunur. Əlbəttə motivasiyalı məşğələ daha maraqlı olur. Ona görə ki, yəni uşağı düşündürməyə vadar edirik. Amma aktuallaşdırmada artıq mövzu aktual bir vəziyyətə gəlir. Burada təbii ki, uşaq düşünmür. Sadəcə olaraq mövzu ilə bağlı ətraflı şəkildə danışırlar, müzakirə aparırlar. Motivasiyanı qurmaqdan ötürü də bir sıra yollar var. Hansılardır? Diqqəti cəlb etmək və uşağı maraqlandırmaq. Bunları əzbər yada saxlayın. Müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq. Təbii ki, bir açar sözdən biz müxtəlif fərziyyə səbəb olan vəziyyət yaradırıq. Adi ilə əqli hücumu götürsək, əqli hücumdan hər hansı bir sual verən zamanı biz uşaqlarda müxtəlif fərziyyə səbəb olan bir vəziyyət yaradırıq. Yəni uşağı düşündürməyə vadar edirik. Hər bir uşaq müxtəlif fikir bildirir. Müstəqi tələqat həvəsləndirmək, məktəbəqədər yaş uşağın imkanlarına müvafiqliyi nəzərə almaq, daha sonra uşağı öz bacarığını həyata keçirməyə sövq etmək. Bunlar nədir? Motivasiyanı yaratmaq, yəni motivasiyanı qurma yolları. 5 dənədir. Daha sonra gəlirik növbəti mərhələ, yəni dərk etmə mərhələsinə. Dərk etmə mərhələsi, yəni yeni bilik və bacarıqları təqid edilərək fəal şəkildə öyrənməsi, tapşırıqları həll etmə prosesində məlumatların, faktların axtarılması, toplanması. Yəni faktların axtarılması, toplanması mərhələsidir. Bütün məlumatlar axtarılır, toplanılır. Bu dərk etmə mərhələsidir. Gəlirik tətbiq etmə mərhələsinə. Tətbiq etmə mərhələsi nədir? Tətbiq etmə mərhələsi isə dərk etmədə, yəni toplanılan materialların tətbiq olunmasıdır. Yəni əlimizdə olan materialların, yığdığımız materialların tətbiq edilməsidir. Bu isə tətbiq etmə mərhələsidir. Mövzumuz, belə deyək də, gördüyünüz kimi elə də çətin deyil, sadəcə diqqətli olmaq lazımdır. Demək, planlaşdırmanın 2 növü oldu. İllik planlaşdırma, həftəlik planlaşdırma. İllik planlaşdırma yaş qrupları üzrə planlaşdırmadır. Həftəlik planlaşdırma alt standartların həyata keçirilməsi məqsədi ilə məşğələ və məşğələdən kənarı fəaliyyətin planlaşdırılmasıdır. Daha sonra həftəlik planlaşdırma, yəni həftə ərzində yazılır və təsdiq olunur. İllik planlaşdırma ilin əvvəlində təsdiq olunur, yəni ilin əvvəlində yazılır. Daha sonra isə həftəlik planlaşdırmanın 7 mərhələsi var, illik planlaşdırmanın 6 mərhələsi var. Daha sonra mövzuları seçən zamanı müəyyən ardıcılıqlar qurulur. Burada artıq qeyd olunubdur. Məsələn, inkişaf sahəsi daxilində inteqrasiya, inkişaf sahəsi arası inteqrasiya, ardıcılığın qurulması, məntiqi ardıcılıq, psixoloji ardıcılıq, xronoloji ardıcılıq. Bunu mütləq əzbərləyin. Daha sonra hər ikisinin ortaq 4 dənə mərhələsi oldu. Standart, mövzu, inteqrasiya, resurs, yəni hər ikisində var. Hər ikisində 4-cü yerdə duran inteqrasiyadır. Hər ikisində 1-ci yerdə duran standartdır. Daha sonra yəni oxşar olanlar qeyd elədik. Oxşar olmayanlar da aydın məsələdir ki, illikdə məşğələdir, tarixdir, həftəlikdə də iş forması, iş soludur.
Məşğələnin mərhələlərində qeyd elədik aktuallaşma və motivasiya, dərk etmə, tətbiq etmə. Aktuallaşma və motivasiya uşağı düşündürməyə vadar edir. Dərk etmədə materiallar toplanılır. Tətbiq etmədə isə toplanmış materiallar tətbiq olunur. Bu qədər. Çox maraqlı mövzudur və yadda qalan mövzudur. Ümid edirəm hər şey sizin üçün aydın oldu. Əgər qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.